Sən azarkeşlərə. məsələyə bax ki, komandanın ən önəmli oyuncularından biri Maludanı sən komandanı düşünmürsən, transferi düşünürsən deyə ümumiyyətlə iştirak ədəsindən çıxardan bir məşqçidir. Yəni bunu hər adam bacara bilməz. Yəni o da o məşqçinin... Bu həm də digər futbolçulara mesajdır. Bəli. Çox önəmli bir məşqçidir. Yaxşı ki, belə bir məşqçi Sabah komandasına da təşəkkürümüzü bildirək ki, belə bir məşqçini Azərbaycana, bəli, öncə də Murad Musayevi gətirmişdilər. Yəni belə məşqçilərin Azərbaycana gəlməsi, hətta mən sizə deyim ki, mən dəqiq bir məlumat verim sizə. Murad Musayev Ferencvaroşu qoyub Sabaha gəlmişdi. Hətta. Və onu da mən sənə dəqiq deyim ki, Ahmet, bir çox yerli məşqçilərimiz Premyer Liqada çalışır. Üzr istəyirəm, xanımla yadımdan çıxartmam. Burada belə bir mütəxəssisi Azərbaycana gətirmək çox böyük bir kommunikasiya tələb eləyir və çox önəmli bir layihə tələb eləyir. Nə təklif edirsən? Bəli, Sabahın o iletişimlə bağlı, iletişimə biz nə deyirik Azərbaycan dilində? Planlamasını quran insanlar ki var. Əlaqələri. Bəli, onlar çox yaxşı iş görürlər ki, belə məşqçiləri o planlara inandırıb Azərbaycana gətirə biliblər. Eynən və iki məqamı da... Buyur Nicat, buyur. Yəni, elə onunla bağlı əslində mən bayaqların hocaya bu sualı verəcəkdim. Özü gətirdi bu məsələyə. Yəni, bugünkü gündə Maludanı satır və İngiltərə Premyer Liqasında oynamış da və Sheffield United'dən oyuncu alabilirsiniz, 20 yaşlı oyuncu alabilirsiniz. Demək istəyən də olur. Təbii ki. Scouting. Və inandırmaq. Yadıma gəlir, mən bir neçə ay bundan qabaq demişdim ki, Sabah Avropada önəmli ölkələrin U19 millisinin önəmli oyuncularından birinə razı salmışdı Azərbaycana gəlməyə, Sabaha gəlməyə. Amma bir məqam oldu ki, həmən futbolçu Avropa çempionatında oynadı və səhv eləmirəmsə İtaliyaya transfer oldu. 2 milyon avroya. Yəni bu o deməkdir ki, Sabahın getdiyi oyuncular, yəni o yaşda bir oyuncunu Azərbaycana gətirmək çox çətin bir məsələdir. İndi mən ölkənin adını vermirəm, sonra hansı insanla danışdığımı bilərlər, bəlkə də onun üçün yaxşı olmaz. Ona görə deyirəm ki, yəni bu Sabahda planlama həqiqətən də çox yüksək səviyyədədir. Sözü... Liqada elə oyuncu gətirmişdir. Bəli. Nəsə deyirdin, xanım sözü kəsdim. Dambraskasla bağlı Murad Musayevə qeyd etdin ki, Ferencvaroşu qoyub Sabaha gəlmişdi. Dambraskasla bağlı belə bir fakt var ki, hətta bir mövsüm əvvəl Vasili Berezovski gələn zaman Dambraskasla danışıqlar olub Sabah tərəfindən. Əslində Dambraskas bildiyim qədərilə Sabah rəhbərliyinin planında bir neçə il əvvəldən var. Özləri üçün uyğun bir baş məşqçi görürlər. Sabahda xoşa gələn məqamlardan biri nədir, Ahmet? Heyətə uyğun məşqçi seçilir. Düzdür, uğursuz seçimlər oldu, 6-7 əcnəbi baş məşqçi uğursuz oldu. Amma son dönəmlər biri var ki, hər gələn məşqçiyə uyğun heyət seçirsən. Bu ciddi maliyyə tələb eləyir, hər dəfə köklü dəyişikliklər, kütləvi ayrılıq, yeni futbolçular. Sabahda da fərqli bir yanaşma var son dönəmlərdə. Bu daha çox Murad Musayev dönəmindən özünü doğruldur. Heyətə uyğun məşqçi. Düşün, Sabah artıq bir mentalitet formalaşdırıb, bir oyun modeli, sistemi formalaşdırıb. Hücum futbolu, hücumda pressing, Murad Musayev də təxminən buna oxşar idi. Dambraskas bir qədər bunun fərqli formasında. Dediyim nədir? Yəni əslində Dambraskasın bir neçə il əvvəldən planlarında olub, sadəcə Dambraskasın Avropadakı təklifləri ön plana çıxdığı üçün Sabah gözləmək məcburiyyətində qalıb və Vasil Berezovskinin gedişindən sonra gündəmə gəlincə, alınacağı ehtimal olununca sağlam ol. Gündəmə gəlib alınacağı ehtimal olunca artıq Sabah rəhbərliyi bu məsələni həll edib və kifayət qədər də doğru qərar olduğunu zaman göstərib. Bir də yerli məşqçilərlə bağlı nəyə deməyə çalışdım? Bayaq qeyd etdim ki, Dambraskas, Murad Musayev kimi məşqçilər bizim futbola lazımdır. Həqiqətən mən yerli futbolçuları, yerli məşqçiləri ən çox müdafiə edən şəxslərdən olmuşam hər zaman. Bunu dəyərli izləyicilərimiz də bilir, amma bu o demək deyil ki, qapılar əcnəbilərə bağlanmalıdır, əsla və əsla. Belə əcnəblər hər zaman və hətta Dambraskasın yerli həmkarları bizim Premyer Liqada kifayət qədər
yaxşı üzdə olan məhdilər də var arasında ki, şəxsən səmimi söhbətlərində etiraf ediblər ki, hətta bəziləri müsahibələrində də etiraf ediblər ki, yəni Dambraskas kimi, Murad Musayev kimi məhdlərdən nələrsə öyrənmək də olur. Olsun Berdiyevin özü, futbolu hardasa mən bəyənməsəm də, tənqid eləsəm də, adam başdan ayağa təcrübədir, yəni zəngin təcrübədir. Yəni bu cür məhdçilərin, Maluda kimi, nə bilim, Puxac kimi legionerlərin gəlməsinə, valla mən dəfələrlə demişəm, təkrar olaraq da deyirəm, futbolumuzun nəinki qapısı, bacası, damı, hamısı açıq olmalıdır ki, bundan ancaq futbolumuz faydalana bilər.